Qazaxıstanın Türkistan vilayətində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək. Tədbirdə bir sıra dövlət başçıları ilə yanaşı Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Qazaxıstanın ev sahibliyi etdiyi görüşün əsas mövzusu süni intellekt və rəqəmsal inkişafdır. Toplantıda süni intellekt, rəqəmsal innovasiya və yeni texnologiyaların imkanlarından istifadə edərək iqtisadi artımın sürətləndirilməsi, dövlət xidmətlərinin yaxşılaşdırılması və regional əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunacaq. Görüş türkdilli dövlətlər arasında strateji dialoqun inkişafı baxımından da çox əhəmiyyətli hesab olunur. Biz də bu mövzunu iqtisadçı Kamran Hacıyev ilə birlikdə müzakirə edəcəyik. Salam Kamran müəllim, xoş gördük sizi. Kamran müəllim, eşidirsinizmi bizi? Əlbəttə, buyurun. Salam, xoş gördük sizi. Kamran müəllim, mən istəyərdim mövzuya diqqət çəkək. Əslində mövzu çox aktual mövzudur və Türk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvə görüşündə məhz süni intellekt, rəqəmsal innovasiyalar və sairə məsələlər müzakirə olunacaqdır. Ümumiyyətlə, Türk dövlətləri arasında rəqəmsal əməkdaşlıq, iqtisadi inteqrasiyanı necə gücləndirə bilər? Bəli, təşəkkür edirəm sualınız üçün. Qeyd elədiyiniz kimi, ümumiyyətlə günümüzdə rəqəmsal inkişaf, süni intellekt, iqtisadiyyatın demək olar ki, bütün sahələrinə toxunur və əhatə eləyir. Yəni, burada artıq, belə deyək də, süni intellektin tətbiq olunması birbaşa iqtisadi münasibətlərə təsir göstərir. Bir neçə məqamları qeyd eləyə bilərəm. Əsasən, onu qeyd edə bilərəm ki, məsələn də orta dəhlizin fəaliyyət göstərməsi üçün məsələn də qurulan infrastruktur, rəqəmsallaşma və burada Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin birbaşa iştirakı bu ondan zəmin yaradır ki, yəni burada birləşmə, ümumi bir belə deyərdim ki, rəqəmsallaşma baş verir. Onunla yanaşı, ümumiyyətlə, məsələn də, süni intellektin inkişafından bağlı kiber risklərlə mübarizə də həmçinin aktual mövzularımıza gəlib çevrilməkdədir. Yəni, bu dövlətlərin birgə fəaliyyəti həmin bu danışdığımız kiber risklərin qarşı mübarizə, yəni həmçinin də aktual olmaqdadır. Bununla yanaşı qeyd edə bilərik, misal üçün Azərbaycanda tətbiq olunan, çox uğurla tətbiq olunan asan xidmət modelini və bu modelin tətbiq olunması da artıq bir çox ölkələrdə bir nümunə olaraq, bir konsept olaraq tətbiq olunmaqdadır. Bu da öz növbəsində burada həm rəqəmsallaşma, həm də süni intellektin tətbiq olunması da qeyd eləyə bilərik. Onunla yanaşı ağıllı şəhərlərin qurulması, ümumiyyətlə logistikanın məsələn tətbiq olunması, logistika ilə yanaşı misal üçün rəqəmsal gömrük keçidlərinin tətbiqi və bunun artıq təkcə bizim ölkəmiz çərçivəsində deyil, bütün, belə deyək də, bu Türk Dövlətləri Təşkilatı toxunmaqla, orta dəhliz yolunu toxunmaqla burada həm rəqəmsallaşma, həm də süni intellekt tətbiq olunmaqdadır. Yəni, həm burada, belə deyək, əsas məqsəd burada yalnız neftdən asılı vəziyyətdə qalmamaq, həm yaşıl enerjini bildiyiniz kimi son illərdə yaşıl enerji mövzusunda xeyli irəliləyiş olubdur, xeyli belə deyək də istehsal müəssisələri və məsələlər açılıbdır və bunların da idarə etməsində süni intellekt artıq gündəmdir, bu artıq bir reallıqdır. Həmçinin onunla yanaşı peşə ilə bağlı, yəni ki, bizim bildiyimiz klassik peşələrin transformasiyası və ümumi iqtisadiyyata düşünürəm ki, çox geniş bir təsir göstərmiş olur. Yəni, iqtisadiyyatın hər bir sahəsində süni intellekt və onunla yanaşı rəqəmsallaşma artıq aktualdır və ölkəmizdə də çox öndə gedən nümunələr var, hansı ki, digər ölkələrdə, dövlətlərdə və həmçinin
türk dövlətlərində də tətbiq olunur. Və bununla yanaşı da əməkdaşlıq da düşünürəm ki, bu zirvə görüşündə geniş müzakirə olunacaq və belə deyək də, hər hansı bir qərarlar qəbul edilə bilər. Kamran müəllim, ümumiyyətlə gələcəkdə türk dövlətləri arasında vahid rəqəmsal məkanın yaradılması mümkündürmü? Ümumiyyətlə, əgər belə bir şeyin baş verərsə, bunun faydaları nə ola bilər? Bəli, düşünürəm ki, mümkündür. Hətta düşünürəm ki, rəqəmsal, belə deyək də, ümumi bir bazanın yaradılması hardasa artıq zərurətdir. Yəni, biz günümüzdə əyaqlaşmalıyıq, yəni bu iqtisadiyyatın templəri ilə, artımı ilə bağlı. Misal üçün, ümumi, məsələn, ən belə gündəmdə olan mövzulardan orta dəhlizin, məsələn, biz müzakirə etsək, burada orta dəhlizin inkişaf edilməsi, idarə olunması, yəni yüklərin daşınmasının koordinasiyası, məsələn, burada zəmin yaradır ki, ümumi bir baza yaransın, yəni ümumi rəqəmsallaşma yaransın. Yəni bu birliyin məqsədi ondan ibarətdir ki, bütün dövlətlər, hansı ki, Türk Dövlətləri Təşkilatına daxildir, bunlar bundan faydalansınlar və gəlin razılaşaq ki, ümumi bir, belə deyək də, bir platforma olduqda, burada istər logistik platforma olsun, istər asanlaşdırılmış hər hansı bir rəqəmsal gömrük keçidləri olsun və yaxud da ki, ola bilər ki, həmçinin çox aktual ola bilər dövlət xidmətlərinin, necə ki, qeyd olunduğu kimi, məsələn, asan xidmət kimi və digər dövlət xidmətlərinin elektron və rəqəmsal olmağı. Yəni, bu iqtisadiyyatı gücləndirmiş olur və həmin bu Türk Dövlətləri Təşkilatının, belə deyək də, birliyini və nəticə yönümlülüyünə çox müsbət düşünürəm ki, təsir göstərə bilər və artıq bir zərurətdir. Bununla yanaşı, onu da qeyd edə bilərəm ki, artıq ölkəmizdə bir sıra işlər görülüb, məsələn də kadr bazasının inkişafından bağlı bir sıra işlər görülübdür. Artıq yeni texnologiyaların tətbiq olunması, buna məsələn dövlət dəstəyi çox güclü günümüzdə verilməkdədir və düşünürəm ki, bunun nəticələri qısa bir zamanda özünün bəhrəsini verəcəkdir. Bəs rəqəmsal inkişaf ölkələrin rəqabət qabiliyyətinin artırılmasında necə rol oynayır? Ümumiyyətlə, bu prosesə necə təsir göstərə bilər? Bəli, düz qeyd edirsiniz ki, yəni ümumiyyətlə, rəqəmsal inkişaf iqtisadiyyatın, belə deyək də, rəqabət yönümlülüyünü gücləndirir. Yəni, bu artıq bir zərurətdir. Aydın məsələdir ki, məsələn, hər hansı bir, məsələn, Amerikada olduğu kimi tam olaraq haradasa bizdə, məsələn, başlanğıc bir mərhələyə qədəm qoyuruq. Lakin biz qarşımıza, yəni ölkə olaraq məqsədimiz ondan ibarətdir ki, yəni ümumi dünya iqtisadiyyatından geriyə qalmamaq, bir çox hallarda yeniliyimizi gətirmək, mövcud kadr bazasının artırılması, gücləndirilməsi, onunla yanaşı, belə deyək də, potensialın artırılması, yəni ümumiyyətlə rəqəmsallaşma və süni intellektin tətbiq olunması, məsələn, çox vaxtı süni intellekt barədə danışanda biraz belə bir neçə il bundan öncə haradasa fantastik səslənə bilərdi, amma günümüzdə bu çox aktual bir mövzudur və iqtisadiyyatın fəaliyyət göstərməsini düşünürəm ki, sürətləndirən bir mövzudur. Təsəvvür edin ki, bir işi əgər bir əməkdaş, bir şəxs görürdüsə, buna kifayət qədər uzun vaxt sərf olunurdu. Lakin ümumiyyətlə, süni intellektin tətbiq olunması, rəqəmsallaşmanın tətbiq olunması bu prosesləri xeyli avtomatlaşdırır. Nümunə olaraq onu qeyd edə bilərəm ki, misal üçün, kənd təsərrüfatında artıq həm rəqəmsallaşma, həm süni intellektlə bağlı həllər çox effektiv tətbiq olunmaqdadır. Yəni, burada bu həllərdən istifadə edərək, yəni biz rəqabət yönümlülüyümüzü artırmış oluruq və beləliklə yəni digər ölkələrlə yanaşı, ümumiyyətlə iqtisadiyyatımızı gücləndirmiş oluruq. Düşünürəm ki, gələcək artıq belə deyək də, demək olar ki, 90%-dən çoxsu rəqəmsallaşma və süni intellekt üzərində qurulacaqdır və bizim üzərimizə düşən ondan ibarət ola bilər ki, biz buna hazır olaq. Burada kifayət qədər kadr bazamız olsun və ən əsası da, belə deyək də, hər şeyin bir mənfi tərəfi də olduğu kimi, yəni risklərə də qarşı, kiber risklərə qarşı hazırlıqlı olaq və ən effektiv tərəfdən, yəni bunu necə ki, biz misal üçün asan xidmət modelini tətbiq etmişdik, ağıllı şəhər konsepsiyasını tətbiq etmişdik,
o formada da iqtisadiyyatın sürətli inkişafında bu kimi alətlərdən istifadə edə bilərik düşünürəm. Aydındır. Çox mühüm bir məsələyə də istəyərdim ki, aydınlıq gətirəsiniz. Süni intellektin əmək bazarlarına təsirindən istəyərdim danışaq. Hansı sahələrdə daha çox hiss oluna bilər bu? Ümumiyyətlə, süni intellekt, bəli, bunu inkar edə bilmərik ki, əmək bazarına da təsir eləyir və təsiri az deyil. Lakin bir çox şəxslər düşünürlər ki, süni intellektin gəlməyi ümumiyyətlə peşələri yoxa çıxarda bilər. Mən bundan tam olaraq razı deyiləm. Ümumiyyətlə, düşünürəm ki, kadr bazasının transformasiyasına təsir göstərir. Yəni, bu ola bilər ki, hansısa peşələrin bir formatdan başqa bir formata keçidini dəstəkləyir. Yəni, süni intellekt bizim, belə deyək də, gündəlik işimizdə bizə köməkçi bir vasitədir. Amma biz, belə deyək də, potensialımızı elə bir yöndə artırmalıyıq ki, birbaşa həm süni intellektdən tam asılı vəziyyətdə də olmayaq, həm də ki, onun gücündən də istifadə edək, həm peşə hazırlığında və s. Ümumiyyətlə, praktik bir misallar qeyd eləsək, misal üçün, hal-hazırda mətnlərin yazılmasında, maliyyə sahələrinin avtomatlaşdırılmasında, kassa əməliyyatları və yaxud hər hansı bir dizayn işlərinin görülməsində bir çox hallarda bəli, belə bir halla qarşılaşmışıq ki, süni intellekt o dərəcədə inkişaf edir ki, artıq bəzi hallarda bəzi peşələr aktuallığını itirir. Lakin bununla yanaşı düşünürəm ki, süni intellekt ümumiyyətlə yeni peşələrin də gündəmə gəlməyini və bu proseslərin daha sürətli və daha operativ bir formada təşkil olunmasına köməklik göstərir. Yəni, biz süni intellektdən çəkinməli deyilik, onu yaxşı öyrənməli və onu düzgün idarə etməyə bacarmalıyıq və bazar, belə deyək də, reallığına, dəyişən mühitə, ümumiyyətlə, düzgün və vaxtında adaptasiya etməyimiz bizi artıq gələcəkdə həm risklərdən qorumuş ola bilər, həm də rəqabət yönümlülüyümüzü qorumuş ola bilər. Bu yöndə də dövlətimiz tərəfindən kifayət qədər işlər görülür. Artıq bir sıra universitetlərdə də bunun tədris olunması tətbiq olunubdur. Və düşünürəm ki, qeyd elədiyim kimi, bu qısa bir zamanda nəticə verəcəkdir. Kamran müəllim, biz bu rəqəmsallaşma prosesində kiber təhlükəsizliyin qorunması üçün hansı tədbirlər görülməlidir? Bu da çox vacib məqamlardan biri. Bəli, çox vacib məqamdır. Yəni, qeyd elədiyimiz kimi, hər bir sahənin özünün çətinlikləri olduğu kimi, rəqəmsallaşma da prosesində artıq kiber cinayətkarlıq, kiber risklərin aktuallaşması. Yəni, dünən biz baxsaydıq, misal üçün, dünənki günlərimizə, keçmişə baxsaydıq, bu risklər yox idi. Artıq bugünkü gün bunlar yenidir və hər bir, həm dövlət səviyyəsində, dövlət qurumları tərəfindən, həm şirkətlər səviyyəsində ümumiyyətlə bu risklər nəzərə alınmalıdır. Burada hesabların, maliyyənin, hər hansı bir aktivlərin itirilməsindən və ən əsası da data, yəni big data, yəni böyük bir datadan söhbət gedir ki, bunun qorunması üçün lazımı maarifləndirmə, yəni bu işlər artıq görülür və bizim də üzərimizə o düşəcəkdir ki, yəni bu risklərə hazır olaq. Risk baş verəndən sonra reaksiya yox, amma preventiv bir, qabaqlayıcı reaksiya verilməlidir risklərə qarşı və düşünürəm ki, bəli, müəyyən təhlükələr var və dövlətimiz tərəfindən də kifayət qədər işlər bu səmtdə görülür, aparılır. Yəni, və biz də diqqətli olmalıyıq ki, misal üçün, hər hansı bir şifrələrlə bağlı, misal üçün, bir datanın qorunmasıyla bağlı. Burada məqsəd həmin hər hansı bir saxtakarlıq, kiber cinayətkarlığın artdığı dövrdə, yəni hər hansı bir aktivlərimizin itirilməsi, məlumatın itirilməsinə olmamalıdır. Düşünürəm ki, bu da aktual olmalıdır və əgər biz şirkətimizdə, qurumumuzda bu süni intellekti tətbiq ediriksə də, onunla yanaşı da biz riskləri də nəzərə almalıyıq. Yəni, əvvəlcədən bu risklər nəzərə alınmalıdır ki, yəni bu effektivliyimizə mənfi təsir göstərməsin. Aydındır. Çox sağ olun, təşəkkür edirəm fikirləriniz üçün. Bir daha xatırladım ki, bizimlə bağlantıda iqtisadçı Kamran Hacıyev idi və biz Türk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvə görüşündə müzakirə edəcəyi süni intellekt, rəqəmsal innovasiyanın imkanlarından danışdıq.